Bugün paytaxtın Səbail rayon ərazisində avtobus qəzası baş verib. Neftçilər prospektində sükan arxasında sürücünün olmadığı Daewoo markalı avtobus qəfil hərəkətə başlayıb. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi Bakı bulvarının məhəccərini dağıdaraq park ərazisinə daxil olub. Yerüstü Nəqliyyat Agentliyi hadisə barədə məlumat yayıb. Bildirilib ki, bugün Neftçilər prospektində qəzaya uğrayan Daewoo markalı 10 TC 753 nömrəli avtobus Fidan MMC-yə məxsusdur. İlkin araşdırmalara görə hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Sərnişin daşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb. Qeyd edək ki, 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək.